Elə bir kitab düşünün ki, əsrlərdir ki, siyasət və güc haqqında bütün bildiklərimizi alt-üst edir. Bəziləri deyir ki, bu tiranlar üçün bir dərslikdir. Bəziləri isə onu siyasi realizmin şah əsəri sayır. Bəli, söhbət Niccolò Machiavellinin ölməz əsəri Hökmdardan gedir. Gəlin heç vaxt itirmədən birbaşa mətləbə keçək. Bax, bu bir cümlə Machiavellinin məsləhətlərinin nə qədər amansız olduğunu anlamaq üçün deyərdim ki, kifayətdir. Və bu sadəcə təxribatçı bir fikir deyil, onun bütün fəlsəfəsinin demək olar ki, təməldaşıdır. Bax, elə bu da bizim bugünkü araşdırmamızın əsas sualıdır. Görəsən, Machiavelli həqiqətən də pisliyi təbliğ edirdi, yoxsa o sadəcə pərdəni qaldırıb hakimiyyətin çirkin üzünü bizə göstərirdi? Gəlin birlikdə bu sualın cavabını axtaraq. Yaxşı, bəs bu qədər səsküyə səbəb olan, bu qədər bədnam bir kitab əslində niyə yazılıb? Cavab sizi yəqin ki, təəccübləndirəcək. Bu, heç də fəlsəfi bir traktat deyildi. Əslində, çox konkret bir məqsədi var idi. Bəli, heç də yanlış eşitmədiniz. O dövrdə sürgündə olan Machiavelli bu kitabı Mediçilərin gözünə girmək üçün, siyasi məsələlərdə nə qədər usta olduğunu sübut etmək üçün yazmışdı. Sanki bir növ CV ya da bir portfolyo kimi. O, sadəcə öz köhnə işini geri istəyirdi. Baxın, bu sitat həqiqətən çox maraqlıdır. Machiavelli bu bənzətməklə öz mövqeyini əsaslandırırdı. Yəni, o demək istəyirdi ki, düzdür, mən hökmdar deyiləm, amma hakimiyyətə aşağıdan, yəni xalqın gözü ilə baxdığım üçün sizin görmədiklərinizi görə bilirəm və bu da mənim məsləhətlərimi dəyərlidir. Beləliklə, Machiavelli hökmdarlara nə öyrədirdi? Hər şey hakimiyyətə çatmağın iki əsas yolunu anlamaqla başlayır və bu yollar bir-birindən tamamilə fərqlənir. Machiavelli bu iki yolu demək olar ki, ağla-qara kimi ayırır: igidlik və tale. İgidlik, yəni şəxsi bacarıq, güc və qətiyyətlə hakimiyyəti əldə etmək çox çətindir. Amma bu yolla qurulan təməl o qədər möhkəm olur ki, onu saxlamaq asanlaşır. Tale isə, yəni şans, miras və ya başqasının gücü ilə gələn hakimiyyət asanlıqla əldə olunur. Lakin bu, qum üzərində qurulmuş bir qala kimidir. İlk fırtınada uçub gedə bilər. Tale yoluna ən klassik nümunə şübhəsiz ki, Cezare Borgia'dır. O, atasının, yəni Roma papasının gücü sayəsində bir anda hersoq oldu. Çox bacarıqlı və amansız idi, ancaq onun bütün gücü bir növ borc alınmışdı. Atasının mövqeyinə bağlıydı. Atası ölən kimi onun da bəxt ulduzu söndü və qurduğu hər şey bir anda dağıldı. Borgia'nın tam əksi olaraq isə Machiavelli Musa və Kir kimi tarixi liderləri nümunə gətirir. Onlar sıfırdan başlayıb, inanılmaz çətinliklərin öhdəsindən gələrək yeni dövlətlər, yeni qaydalar yaratdılar. Onların gücü başqasının bəxtinə deyil, öz şəxsi igidliklərinə və bacarıqlarına söykəndiyi üçün də qalıcı oldu. Yaxşı, hakimiyyəti qazandıq, bəs onu necə qoruyub saxlamalı? Bax, burası işin ən mübahisəli və ən çox müzakirə olunan tərəfidir. Gəlin Machiavellinin məşhur alətlər dəstinə nəzər salaq. Deməli, Machiavellinin yeni hökmdara verdiyi resept belədir. Sağ qalmaq istəyirsənsə, praqmatik və bəzən də çox amansız olmalısan. Keçmiş rəqiblərin kökünü kəsməlisən. Strateji yerlərdə koloniyalar qurmalısan ki, ərazin təhlükəsiz olsun. Qonşuların arasında isə parçala, hökmranlıq et siyasəti yürütməlisən. Amma bu alətlər arasında bəlkə də ən çox müzakirə olunanı qəddarlıqdır. Machiavellinin ən çox yanlış anlaşılan fikirlərindən biri də məhz budur. O, qəddarlığı öz-özlüyündə təbliğ etmir. Onun üçün düzgün istifadə edilən qəddarlıq cərrahın neştərinə bənzəyir. Gərəkirsə, xəstəliyi kökündən kəsmək üçün bir dəfə və qətiyyətlə istifadə olunmalıdır ki, bir daha ehtiyac qalmasın. Məqsəd terror yaratmaq deyil, sabitliyi təmin etməkdir. İndi gələk başqa bir vacib məsələyə. Machiavelliyə görə bir dövləti ələ keçirməyin və idarə etməyin çətinliyi onun daxili quruluşundan birbaşa asılıdır. Və bu cədvəl əslində Machiavellinin nə qədər kəskin bir analitik olduğunu göstərir. Baxın, Osmanlı kimi mərkəzləşdirilmiş bir dövləti, yəni bütün gücün bir nəfərin əlində olduğu yeri fəth etmək çox çətindir. Amma bir dəfə sultanı məğlub etdinsə, idarə etmək çox asandır. Çünki başqa müqavimət ocağı yoxdur. 16-cı əsr Fransası kimi feodal bir dövləti isə fəth etmək asandır. Həmişə pul verib öz tərəfinə çəkəcəyin narazı bir baron tapılar. Amma onu idarə etmək demək olar ki, qeyri-mümkündür. Çünki hər baron özü kiçik bir padşahdır. Yaxşı, bütün bunlardan sonra gəlin ən başdakı o narahat edici sualımıza geri dönək və Machiavellinin bizə miras qoyduğu çətin nəticəni müzakirə edək. Bütün bu amansız strategiyalardan, soyuqqanlı təhlillərdən sonra bu sualı bir daha özümüzə verməliyik. O, həqiqətən də pisliyi, şəri təbliğ edirdi. Bəlkə də
Bəlkə də alternativ bir baxış var. Bəlkə Machiavelli bizə dünyanın necə olmalı olduğunu yox, əslində necə olduğunu göstərirdi. O, belə edin demirdi, sadəcə siyasətin qaydaları belədir deyirdi. Bu, idealistlər üçün deyil, sağ qalmaq uğrunda mübarizə aparanlar üçün yazılmış bir bələdçidir. Və Machiavelli bizi 500 il sonra belə cavabı olmayan bir sualla izrə qoyur. Hakimiyyət və əxlaq. Bu ikisi bir arada mövcud ola bilərmi? Bu sualın cavabı bəlkə də siyasətin özü qədər qədim və əbədi bir dilemmadır.